Salam, hər vaxtınız xeyir olsun. Baxmayaraq bizdə yağışlar var. Yenə də olsa istəyirəm pəncərələri silim. Getdik. Belə salfetka istifadə edirəm evdə. Bir də belə bunlar istifadə edirəm. Başlayarım indi. 9-cu etajdır. Biraz qorxum var. Amma uşaqlar ikisinin də gözləri bu vidana. Amma neynim, təmizliyi sevən insanım. Nasıl istəyirəm təmiz olsun. Təsəvvür eləyin ha. İndi bu videonu paylaşaram da sizə. Təsəvvür elə düşdüm buradan. Videonu heç olmasa bəyənin. Xatirə qalsın. Sildim. Görürsünüz. Bilmirəm, oradan görünür. Təmizdir ha indi. Bu ev mənim deyil. Mətbəqdir burası. Amma heç olmasa pəncərəni siləndə, həyata baxanda belə bilirsən ki, nə bilim, yaxşıdır da, nəfəs alırsan evin içində. Amma öz evim olsa, adamzad çağıraram təmizləməyə. Risk eləmərəm da, onun gözünə baxın, dayanın göstərim sizə. Onun gözlərinə baxın. Ay, şokolo, çənə qubun.